Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Elçinin Talvar əsərinə aid olan tapşırıqlar üzərində işləyirik. Önceki videoda sizə əsəri tam xırdalıqları ilə oxumuşam və demək olar ki, əsərin təhlilini də aparmışam sizin üçün. Bütün xırdalıqlarını, janrını, növünü, hər bir şeyini çatdırmışam sizə. İndi isə bugün tapşırıqlar üzərində işləyəcək. Tapşırıqlara keçməmişdən əvvəl sizdən xahişim olacaq ki, kanala yeni gələn abunəçilərimiz kanala abunə olmağı yaddan çıxartmayın. Əgər bizim bu dərsləri itirməyi istəmirsinizsə, təbii ki, kanala abunə olun ki, hər dəfə dərslərimiz paylaşdıqca xəbəriniz olsun. Dərslərinizdən geri qalmayasınız və videonu bəyənin, paylaşmağı da yaddan çıxartmayın. Başlayırıq. Deməli, birinci dərsdə bizdən nə istəyir? Birinci dərsə başlayırıq və birinci dərsdə bizdən nə istəyir? Təbii ki, deyir, əsərdə birinci parçanı oxuyun. Bunu səsli də oxuya bilərsiniz, deyir, səssiz də oxuya bilərsiniz, fasilələrlə də oxuya bilərsiniz. Necəsə bu əsəri oxuyun, deyir və vesaire şəkildə deyir, bunu yerinə yetirin. Yəni, oxuyun. Necə istəyirsiniz, o şəkildə oxuyun. Mən bu, yenə deyirəm, öncəki videoda paylaşmışam. Əsəri deməli, səsli şəkildə özünüz orada mənim izahlarımla qulaq asa bilərsiniz. Əgər oxumağa tənbəllik eləyirsinizsə. Amma qulaq assanız da yenə də sizə oxumağı tövsiyə edirəm. Çünki hər bir kəs özü deməli, əsəri oxusa daha yaxşı olar. Bütün xırdalıqları ilə vermişəm, əsərə qulaq asa bilərsiniz. Tənbəllik çəkən şagirdlərimiz. Heç tənbəllik çəkməyənlər də oxuyub çətinlik çəkirlər. Böyük bir ailədir, başa düşməkdə çətinlik çəkirsiniz. Bir dəfə özünüz oxuyursunuzsa, bir dəfə də videoda səsli şəkildə qulaq asmağa dəyər. İlkin təəssüratlarınızı bütün siniflə deyir, bölüşün. İkinci sualımız. Necə deyərik? Deməli, əsər necə əsər idi? Çox maraqlı bir əsər idi. Burada böyük bir ailə var. Deməli, ailənin başında kim var? Əl Abbas kişi var. Çox böyük bir ailədir. Böyük bir kənd məhəlləsidir, göstərilir. Məhəllədir. Mehriban yaşayırlar. Böyük, deməli, kiçik münasibətləri var. Və burada, deməli, böyük bir ailədir. Görünür ki, ailənin, deməli, bütün ailədə, yəni, Əl Abbas kişinin 2 oğlu, 3 qızı var. 3 qızının haqqında məlumat verilmir əsərdə, amma 2 oğlu görünür ki, əsərdə bir yerdə yaşayırlar, yəni bir ailədə, bir həyətin içində, yəni böyük bir ev tikirlər və o evdə yaşayırlar. Deməli, ilkin təəssüratımız odur ki, çox gözəl əsər idi və məişət üslublu, gözəl şəkildə yazılmış və ibrətamiz, deməli, ibrətamiz bir əsərdir və tərbiyəvi bir əsərdir. Bu cür əsəri oxumamaq olmaz. Sonra parta yoldaşlarınızla birlikdə məzmuna aid 3-dən az olmayaraq sual və onlara cavab hazırlayın. Parta yoldaşlarımızla birinci hissəni oxuyandan sonra necə suallar hazırlaya bilərik? Gəlin belə deyək. Əl Abbas kişi tut ağacının bölünməsinin 100 yaşında tut ağacının parçalanmasını hardan bilirdi? Necə bilirdi ki, tut ağacı 100 yaşına çatanda parçalanacaq? Təbii ki, buna necə cavab verə bilərik? Cavab verə bilərik ki, təbii ki, illərlə sınanmış sınaqlara deməli söykənərək Əl Abbas kişi bunu səsləndirirdi ki, ola bilər ki, 100 yaşı çatanda bu ağac deməli parçalansın tən ortadan. Bunu da yenə deyirəm, illərin sınaqlarına söykənirdi. İllərin sınaqlarından keçmiş bir fikir idi və bu daimi neçə dəfələrlə baş verib, deməli, şahidi olan insanlar bunu deyiblər və Əl Abbas kişi də təbii ki, belə insanlardan biri olub, yaşı da çox olduğu üçün və o deyirmiş ki, 100 yaşına çatanda bu ağac parçalanacaq və ağac parçalananda da təbii ki, bunu gördünüz, mən sizə dedim deyib sübut eləməyə çalışır. Sonra necə sual qoya bilərik? Növbəti bir sual qoya bilərik ki, ağacın ilk parçalanmasını görən kim idi? Gülağa idi. Deyərik ki, Gülağa kim idi? Gülağa da Əl Abbas kişinin kiçik oğlu Fətullah idi və Fətullahın nəvəsi idi. Fətullah idi və o Fətullahın nəvəsi idi. Və Gülağa Əl Abbas kişinin nə idi? Gülağa Əl Abbas kişinin nəticəsi idi. Sonra Əl Abbas kişinin neçə oğlu vardı, övladı vardı? 2 oğlu vardı, 3 qızı vardı. Oğlanlarının oxşar cəhətləri nə idi deyə bilərik? Böyüyü Ağa Muxtar idi, kiçiyi Fətullah idi və onların oxşar cəhətləri nə idi deyə bilərik? Hər ikisi ailəli idi, hər ikisinin nəvəsi var idi, hər ikisi müharibəyə getmişdi, hər ikisi də müharibədən sağ salamat
qayıtmışdı. Bu şəkildə cavablar verə bilərik. Daha sonra növbəti sualımıza baxırıq. Üzərində işlədiyiniz parçadan seçdiyiniz hissənin deməli məzmunu tərtib edib plan əsasında geniş nağıl edin. İşlədiyiniz parçadan, yəni birinci parçadan gedir söhbət. Hissənin məzmununu tərtib eləyəcək. Burada hissənin deməli məzmununu tərtib eləyirik. Yəni bunu danışa bilərik də məzmununu ki, yayın cırhacır istisi idi və günün günorta çağı idi. Görürsüz deyir. Deməli bir ağac şaqqıltı ilə ortadan partlayır. Bunu görən gülağı olur. Yəni bu məzmunu danışacaq olduğu kimi. Sonra isə deyir, həmən deməli məzmuna aid plan əsasında geniş nağıl edin. Plan qoya bilərik. Necə qoya bilərik ki, tut ağacının deməli parçalanması deyə bilərik. Əlabbas kişinin bu sevincini çatdıra bilərik ki, sevinir və ailədəki şadyanalığı, o sevgini göstərə bilərik ki, tut ağacının parçalanması, Əlabbas kişinin sevinməsi və bu sevincə ailənin qatılması. Ona görə belə deyə bilərik. Deməli necə qoyduq? Plan əsasında yazırıqsa, baxın, plan yazırıqsa, plan. Birinci yerə nə qoyuruq? Tut ağacının parçalanması. Tut ağacının parçalanması. Parçalanması. İkinci qoyuruq Əlabbas kişinin sevinci. Kişinin sevinci. Sonra nə qoyacaq? Üçə qoyuruq ailəsindəki şadyanalıq. 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 Daha sonra bu hissələri qoyuruq və bura qədər, yəni bu Əlabbas kişinin birinci hissədə olanları istədiyi üçün bu birinci hissəyə aid olan planımız bu qədər olacaq. Daha sonra növbəti sualımıza baxırıq. Deyir ki, əsərlə bağlı hiss və düşüncələrinizi, yox, ora aşağı getdi. Silirəm bunu, yəqin ki yazdınız. Silirəm bunu. Yazmayanlar saxlayıb yazsınlar. 5-ci sualımıza baxırıq. 5-ci sualımıza 5-də nə istəyir bizdən? Deyir ki, müəyyənləşdirdiyiniz bədii təsvir və ifadə vasitələrinin növünü dəqiqləşdirin. Baxın, deyir ki, qaydağın birinci parçaya və cədvəldən istifadə edin. Bədii təsvir vasitələrinə baxın, seçdikcə buraya yazacaq həmən cümlələri və onların ifadə vasitələrinin növündə bu hissədə qeyd eləyəcək. Baxırıq, birinci hissə dediyi üçün biz birinci hissəyə gedirik və birinci hissədəki bizdən deməli birinci hissədə olanları istəyir bizdən. Baxın, elə burada baxan kimi görürük. Nə var burada? Tez eləyin, tez eləyin. Görürsünüz, təkrar eləyir. Tez eləyin, tez eləyin. Nədir bu? Təkrirdir. Aparıb yazacaq. Təkrir. Bu cümləni yazacaq. Tez eləyin dedi. Tez eləyin. Bu cümləni olduğu kimi köçürdəcək cədvəlin birinci hissəsinə və bu hissədən də yazacaq ki, təkrir. Təkrirdir. Daha sonra burada daha sonra 100 haqladı bir bu xat. Deməli, axır ki, yüzü haqladı deyir. Bax, bu xar tut. Burada nə var? Bax, axır ki, yüzü haqladı. Bu xar tut. Bunu götürəcək. Burada necə olmalıdır? Axır ki, bu xar tut yüzü haqladı. Belə olmalıdır. Cümlədə söz sırası pozulduğu üçün. Burada da nə var? Bu cümləndə olduğu kimi gətirib yazacaqsınız. İkinci bu cümləni. Bura cədvəldə və buradan yazacaqsınız ki, deməli, nə var? İnversiya. İnversiya var. İnversiya. Baxın, bunları qoyun, buradan göstərmə elə cədvəlin üstündə. Bəzi uşaqlar yəqin ki, deyəcək, mənimlə başa düşmədik. Baxın, birinci cümləni gətirib yazırsınız bura. Birinci cümləni gətirirsiniz, baxın. Birinci cümləni gətirib yazırsınız bura ki, deməli, tez eləyin dedi, tez eləyin. Bax, bu cümləni buraya yazacaqsınız. Buradan tez eləyin, tez eləyin. Nədir bu? Təkrir. Təkrir. Daha sonra gəlir buradan nəyə yazırıq? Axır ki, yüzü haqladı, bu xar tut. Bunu da buradan yazırıq. Birinci cümlə, ikinci cümlə bu şəkildə qoyun, yazın. İkinci cümlənin də qabağından nəyə yazacaq buraya? Yazırıq ki, nədir bu? İnversiya. İnversiya. Bu da oldu inversiya. Sonra deyir ki, kişi ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlin ana xanıma dedi ki, aş pişir bugün. Burada yoxdur.
Hə, burada da var. Aş bişir bugün. Aş pişir bugün sözünü də gətirib yaza bilərik bura. Yenə yaza bilərik ki, aş pişir bugün. Nədir? Yenə burada inversiyadır. İnversiya. Çünki aş pişir bugün yox da. Bugün aş pişir. Belə olmalıydı. Bugün aş pişir. Belə getməliydi cümlə. Daha sonra Qağanın gözləri birdə. Burada görək sonra nə var? Deyir ki, boş qablar, qazanlar baş barmaq boyda xar tutula doldu. Baxın, qazanlar baş barmaq boyda xar tutula doldu. Bunu yazırıq buradan 127-ci səhifədə. Deməli, sonuncu abzasın birinci cümləsidir. Boş qablar baş barmaq boyda xar tutula doldu. Bax, yazırsınız. Boş qablar, qazanlar. Yazırsınız buradan. Boş qablar, qazanlar. Cümləni yazırsınız. Xar tut boyda deməli. Barmaq boyda xar tutula doldu. Burada nə var? Təşbih. Baxın, barmaq boyda xar tut. Xar tutu barmağa bənzədir. Burada da barmaq boyda xar tut sözü var. Bunu yazırıq. Sonra bu qədər. Mənə elə gəlir kifayətdir. Yəni bildiniz. Bildikcə, tapdıqca yazırsınız özünüz. Və oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı. 2 oğlu 4 qızı vardı. Doğrudan da qəribəli dünyanın işləri. Ağa Muxtar da, Fəthullah da müharibədən sağ-salamat qayıdırlar. Başları çox qəzabi qədər, çox məşəqqət çəksə də şükür salamat. İkisi də çoxdan salamatdır. İkisi də çoxdan babaydı. Görürsünüz, burada ikisi də var. Sonra burada deyir ki, oğullar evləndi, nəvələr evləndi. Yəni cümlələrin təkrarı var. Təkrar olanları da biz nə deyirik? Təkrar deyirik. Təkrir deyirik. Bunları, bu hissə bəsdir. Bu qədər yəni verdiyimiz bədii ifadə və təsvir vasitələri bəsdir. Sonra keçirik növbəti sualımız görək nədir? 6-cı sualda bizdən nə istəyir? Kiçik qruplarla birləşib yerinə yetirdiyiniz bütün işlərin nəticələrini müzakirə edin, dəqiqləşdirmə, ümumiləşdirmə aparmaqla təqdimata hazırlaşın. Kiçik qruplarla birləşirik və nələr əldə etmişiksə onları qeyd etməliyik. Məsələn, biz nə götürə bilərik? Əlabbas kişi zəhmətkeşi idi, sözünün üstündə duran biri idi. O verdiyi sözü yerinə yetirməyə çalışırdı. Hətta deməli, Əlabbas kişinin qonşular tərəfindən sevildiyini deyə bilərik ki, Əlabbas kişi qonşular tərəfindən çox sevilirdi. Daha sonra Əlabbas kişi qonşular tərəfindən çox sevilirdi. Əlabbas kişi öz alətlərini çox sevirdi. Neyinirdi? Öz alətlərinə bağlı biri idi. Öz alətlərini çox sevirdi. Daha sonra Əlabbas kişinin deməli ailəsi, bircə dəqiqə. Deməli, nə deyə bilərik? Əlabbas kişi dedi ki, zəhmətkeş idi, sözünün üstündə duran idi, verdiyi sözünü yerinə yetirən bir insan idi və deməli, Əlabbas kişi yalan danışırmı əsərdə Əlabbas kişi deməli yalan danışır deyəndə ki, Əlabbas kişinin xar tutun yerə tökülməsinin hamı onu yığmasa o günah olar da, yerdə qalmasının günah olduğunu söyləyir. Bu əslində belə bir şey yox idi. Bu Əlabbas kişi tərəfindən uydurulmuş bir deməli fikir idi. Bir də ki, o deyir ki, alətlərimi satmağa gedirəm, amma əslində o alətlərini satmaq fikrində deyildi. Alətlərini aparırdı ki, deməli kimlərəsə, yəni o alətlərin qədrini bilən bir insana o aləti versin, o məqsədlə aparırdı. Ona görə də deməli Əlabbas kişi haqqında da bu fikirləri söyləyə bilərik. Daha sonra deyə bilərik ki, Əlabbas kişi baxın nəticələr çıxardığında deyək ki, əsərdə verilmiş obrazlara aid bəndlərin birində yanlışlığa yol verilmişdi deyilmiş olsa, biz burada hansı fikri məsələn yürüdə bilərik? Belə bir fikir bizə versələr ki, məsələn, Əlabbasın alətlərini satmasına öz etirazını bildirən kim idi? Ağa Muxtar deyək. Sonra müharibəyə getmiş müharibələrin odalovun içərisində evlərinə sağ-salamat qayıtmışdı ki, Ağa Muxtar və Fəthullah.
Bu belə bir bəndlər qoysa bizə bu şəkildə və bizdə bir yanlışlıq istəsə ki, skamyanı düzəldərkən əllərini yaralayır da bilirik orada Əli Abbas kişi, düzdürmü? Əli Abbas kişi istirahət etməyə məsləhət görən kim olur orada? Məsləhət görən kim olur? Bizə belə bir cavab qoysa ki, Əliqulu. Təbii ki, bu cavabı biz necə götürəcəyik? Əliqulu olmur axı. Əliqulunun ümumiyyətlə nə danışdığını kimsə başa düşmürdü orada, düzdürmü? Əliqulu fikir biz üçün səhv olar. Amma biz bilirik ki, Əli Abbas kişi alətlərini satmağa aparanda ona etiraz edən ağa muxtar olur, böyük oğlu olur və Əli Abbas kişi bilirik ki, o alətləri əslində satmaq məqsədi ilə aparmırdı. O alətlərdən başı çıxan bir insana onları etibar etmək istəyirdi, vermək istəyirdi ki, o alətlər daim işləsin. Daha sonra müharibəyə gedib qayıdan hər ikisi, deyərik ki, ağa muxtar da, Fətullah da getmişdi. Əgər bizə belə bir test şəklində bu suallar tərtib olunub verilsə, biz yəni əsəri diqqətlə oxumuşuq da, diqqətlə oxuduğumuza görə bu suallar bizim üçün çətin olmamalıdır. Sonra yəni müzakirələr aparsaq bu şəkildə aparacaq əsər haqqında da öz müzakirələrinizi bu şəkildə bildirəcəksiniz. Daha sonra nə deyə bilərik ki, baxın, aparır alətlərini satmaq üçün, düzdür, aparır stolun üstünə düzəndə hansı hadisə qəribə gəlirdi ona? Əli Abbas kişiyə hansı hadisə qəribə gəlirdi? Baxın, bunu müzakirə eləmək olar sinifdə. Belə bir müzakirə eləyə bilərsiniz ki, o alətlərini düzdür, ona qəribə gələn hadisə hansı hadisə idi? Təbii ki, o parkda oynayan uşaqlar ki vardı, o uşaqların onun başına yığılmaması. Amma əslində o fikirləşirdi, o alətləri ora düzməmişdən əvvəl ki, indi uşaqlar yığılacaq, biri soruşacaq, o nədir, bu nədir, burası niyə belədir, o niyə elədi? Yəni uşaqlar onu bezdirəcək, elə fikirləşirdi. Amma nə oldu? Yaxınlıqda oynayan uşaqların heç biri onun başına yığılmır və deməli o parkda olan uşaqların heç biri onu narahat etmir. Bu da yəni Əli Abbas kişi sonra fikirləşir ki, niyə narahat etsinlər? Təbii ki, onların özlərinin rəngli oyuncaqları var. Sonra bizə belə bir sual verilə bilər ki, dedik ki, Əli Abbas kişi nə oldu ki, o alətləri satmaq qərarına gəldi? Müzakirələrdə bu suallardan istifadə edin. Ona görə siz üçün belə geniş suallar tərtib etmək istəyirəm ki, belə suallardan istifadə edin. Düşündürücü suallardır ki, alətləri satmaq qərarına niyə görə gəldi? Nə məqsədə, hansı səbəbdən o qərara gəldi? Təbii ki, xatırlayırsınızsa, orada küçə qapısında balaca skamya düzəltmək istəyir. O zaman əlini yaralayır. Əlini yaraladığı üçün də fikirləşir ki, artıq bu alətlərdən istifadə edə bilmir və bu alətləri satmaq qərarına gəlir. Sonra belə bir şey vardı orada ki, bir də belə vardı ki, Əli Abbas kişi balaca xanımgilin küçəsində skamya düzəltdi, düzdürmü? Nəyə əsasən onu, nəyə görə getdi onu düzəltdi? Elə öz-özünə fikirləşdi ki, gedin balaca xanımın qapısında bir skamya düzəldim. Nəyə əsasən onu düzəltdi? Təbii ki, o da balaca xanımın, orada da xatırlayırsa, balaca xanım Əli Abbas kişinin deməli, Əli Abbas kişi o tumları balaca xanım çırtlayır, tökür o qapının ağzına, tum olur yer və balaca xanım da Əli Abbas kişini ona baxışır, Əli Abbas kişi ona baxır belə iradlı bir baxışlarla. Əli Abbas kişinin iradına cavab olaraq ona söz arası deyir ki, neyniyimi, bizim qapımızın da ağzında deyir skamya düzəlt, mən gedib orada çırtlayım da, yoxdur skamya, ona görə gəlib burada oturmuşam, gedəndə yığacam bunları və həmən söhbətin nəticəsi olaraq Əli Abbas kişi balaca xanımın küçəsində, balaca xanım gəlin deməli qapısında skamya düzəltməyi qərara alır. Bu şəkildə, yəni bu tipli suallar üzərində işləyə bilərsiniz, müzakirələr apara bilərsiniz. Daha sonra keçirəm növbəti suala. Bu şəkildə müzakirələr aparın və bu danışdıqlarımızı da təbii ki, yazıb təqdimat şəklində sala bilərsiniz. Gəldiyiniz nəticələrlə bağlı təqdimat əsasında bir fikir mübadiləsi və müzakirə aparın. Elə səhərdən baxın, bu 6-7 demək olar ki, ikisi də müzakirələr şəklində apardım. Gəlin indi bunlar əsasında bir təqdimat da sizə təqdimat şəklində, yəni bir təqdimat da verim. Təqdimatı əslində
deməli, burada nə var? Burada görürük ki, əsər hekayə janrındadır və böyük bir ailədən gedir söhbət. Ailədə mehribançılıqdır, firavan yaşayırlar, xoşbəxt yaşayırlar. Bu təqdimatı bu şəkildə başlaya bilərsiniz və böyük-kiçik münasibətlər təbii ki, gözlənilir burada və qonşu ilə olan münasibətlər görürük ki, çox gözəldir və Əli Abbas kişi zəhmətkeş bir insandır və öz sözünün üstündə duran bir insandır və verdiyi sözü yerinə yetirməyə çalışan bir insandır. Bunu nədə görürük? Təbii ki, o talvarın tamamlanmasında, hətta onun ölümündən sonra belə o talvar necə olursa tamamlanır. Bunun şahidi oluruq əsərdə və əsərin deməli hər bir insan nəticə etibarından əsərdən belə bir nəticə çıxarda bilərik ki, hər bir insan həyatda xeyirxah və zəhmətkeş olmalıdır. Bir nəticə çıxara bilərik bu əsəri oxuyub və yaxşı insanların deməli xatirələri və əməyi onların ölümündən sonra da yaşayır. Təbii ki, bu da Əli Abbas kişinin birbaşa deməli burada misal göstərmək olar ki, onun ölümündən sonra onun xatirəsi, əməyi deməli qonşularının, qohumlarının, yaxınlarının, ailəsinin deməli qəlbində daima yaşayır və onun o talvarı düzəltməsi bir deməli möcüzə kimi görünür və bu daima insanlar tərəfindən xatırlanır. Elə əsərə də bu şəkildə bir ideya da verə bilərik ki, yaxşı insanların xatirəsi və əməyi onların ölümündən sonra da yaşayır, belə də deyə bilərik. Hekayə dedik və deməli hekayə olduğunu da təbii ki, az sayda obrazların olması ilə bilirik və əsər deməli əsər ümumiyyətlə tərbiyəvi, əxlaqi mövzuda nümunəvi şəkildə yazılmış bir əsərdir və hər hansı bir ailə üçün nümunəvi ola biləcək bir əsərdir. Təqdimatımızı bu şəkildə verə bilərik. Yəni ki, bu kimi obrazlar, Əli Abbas kişi kimi obrazlar təbii ki, gənclər üçün gözəl nümunədir. Bu əsərin özü də ailələr üçün gözəl bir nümunəvi əsərdir. Bu bizim oldu deməli birinci dərsimizin tapşırıqları. Sonra bizə əsərin ardını evdə işdə deyir bizə ki, əsərin ardını ikinci parçanı oxuyun. İkinci parçanı oxuyandan sonra tanış olmayan sözlərin mənasını istəyir bizə. Burada tanış olmayan elə bir söz yoxdur. Talvar sözüdür. Talvar sözü. Talvar deyim ki, deməli tal var. Talvar sözüdür. Talvar nə sözüdür? Yəni ki, gün düşməmək üçün otduğun iskamyanın, stolun üstünü, yəni belə bir dam kimi düzəldirsən, ora talvar olur. Yəni orada rahat otura bilirsən. Nə gün düşmür, nə də ki, deməli yağış yağarkən səni islatmır. O talvar mənasında ora gedir belə. Sonra burada var naxələflik sözü ki, Əli Abbas kişi öz alətlərini bir naxələflik adlandırır. Naxələflik nədir? Yəni deməli naxələfdir də etibarsız mənasında gedir. Etibarsız, naxələf bitişik yazılan sözdür. Na ön şəkilçidir və yəni etibarsızdır, bu mənada gedir. Əməksevər bilirsiniz ki, yəni işini sevən, iş sevən insandır. Bu mənada gedir. Xartut deyirsiniz. Xartutun növüdür, tutun növüdür. Yəni yekə olur. Bir barmaq boyda, özü də orada deyir. Barmaq boyda olan bir növüdür, xartutdur. Məhəllə bilirsiniz ki, indi bəlkə də az eşidirsiniz. Bizim məhəllə deyirlər, bizim məhəllədə deyirlər. Məhəllə nədir? Yəni yaşadığımız ərazi, küçə, məhəllə adlanır bu şəkildə. Dirək nədir? Dirək sözü var orada. Dirək. Yadınızda qalsın. Dirək sözü nədir? Dirək yəni bir məsələn tikilən evdir. Talvar tikir də. Talvara qoyulan kənar hissələrdən o talvarı saxlamaq üçün qoyulan deməli şalbanlar deyirlər, taxtalar deyirlər ki, yoğun taxtalar. Bunlar dirək adlanır. Dirək adlanır. İndiyəsi şalban nə deməlmə? Şalbanda yumru deməli ağacdan kəsilmiş, yumru şəkildə olan deməli qalın oduncuqlardır. Odundur, qalın odunlar. Və salam, bu qədər. Rəndə bilirsiniz nədir? Yəni rəndə taxtanı yonmaq üçündür. Kəlbətin, yəni plaska qupsada deyilir el arasında. Kəlbətin, yəni mismarları çıxartmaq üçün olan deməli alətdir. Bir də şüşəbənd var. Özüm də çaşdım. Şüşəbənd var. Şüşəbənd nədir? Şəbənd kimi də işlənir bu. Şəbənd kimi də deyirlər. Şüşəbənd nədir? Yəni balkonun qarşısında artırılan artırmadır ki, orada yəni ora
şüşələrlə və orada şüşə çoxdur, yarıya qədər divar hörülür. Yuxarı hissəsi isə şüşələrlə olduğu üçün buna şüşə bənd deyilir. Bu qədər birinci hissəni sizə tam şəkildə xırdaladım. Bütün tapşırıqlarını dedim. İkinci dərsin tapşırıqlarını növbəti videoda çəkəcəm. Əgər videomuzu bəyəndinizsə və ardının gəlməsini istəyirsinizsə, təbii ki, kanalımıza abunə olmağı, paylaşmağı, yorumlarda fikirlərinizi yazmağı unutmayın. Sağ olun, növbəti videoda görüşərik.